O bizi deyip, bizim adımızı tutup gələndə biz bugünün Azərbaycanlıları hələ yox idik. Çünki əhvalat vaqe olurdu 110 il əvvəl və 1906-cı ilin aprelində Tiflisdə Mirzə Cəlil, sonra sədası bütün dünyaya yayılacaq Molla Nəsrəddin dərgisini buraxmışdı. Sizi deyib gəlmişəm ey mənim müsəlman qardaşlarım. O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimdən xoşlanmayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər. Hükəmalarsa buyurublar, sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. Mirzə Cəlil və onun silahdaşları, məslək qardaşları, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi və bir çox digərləri yeni, gözəl Azərbaycanı qurmaq yolunda çalışan fədakarlar idilər. Və onlar sözlərini onları eşitmək istəyənlərdən daha çox eşitmək istəməyənlərə söyləyirdilər. Molla Nəsrəddin olmasaydı Sabir olardımı? Olmağına vardı və Molla Nəsrəddin olmasaydı Mirzə Ələkbər Sabirin şəxsində daha bir istedadlı qəzəl şairinə sahib olardıq. Amma Molla Nəsrəddin onu tam təkrarsız bir yol doğuran qüdrətli sənətkara çevirdi. Molla Nəsrəddin məktəbindən dərs alaraq Sabir özü də bir məktəbə dönən cəmiyyət müalicinə çevrildi. Mən bu cavan oğlanın Mirzə Cəlilin yanında çox tez görürəm. Məcmuədə iştirak edir. Filyoton yazır. Bəli, özü də çox gözəl yazır. Mirzə Cəlilin yolu ilə gedir. Molla Nəsrəddin məktəbi, böyük məktəbdir. Bəli, elədir. Buyurun. Mirzə Cəlil Molla Nəsrəddini xalqının gözünü açmaq, onu diksindirmək, qəflət yuxusundan oyatmaq, yurdunun işığını artırmaq üçün yaratmışdı. Düz 24 il bu jurnalı yaşatmaq və millətini diriltmək üçün can qoydu. 1930-cu ildə Molla Nəsrəddin yolunda çəkdiyi zəhmət və sarsıntılar onun həyatına son qoydu. Lakin Molla Nəsrəddin həm də onu yaşadır axı. Molla Nəsrəddin jurnalının işıq üzü gördüyü vaxtdan 8-10 illikdən də artıq zaman keçir. Fəqət Mirzə Cəlil və bütün Molla Nəsrəddinçilər digər qiymətli əsərləri və fəaliyyətləri ilə yanaşı, həm də bu ölməz mizah toplusunun sayəsində müasirimizdilər, günümüzün içərisindədirlər, hətta sabahlardan bizə baxırlar. Aprelin 3-ü saat 21:30-da və aprelin 5-də saat 23-də axşam görüşləri 110 yaşı tamam olan Molla Nəsrəddin toplusuna həsr ediləcək.